Salam əziz və hörmətli dostlar, xoş gördük. Mənim əsli akkauntum yenə də live bağlıdır. Düzdür, mətləb qoya bilirəm, amma live bağlıdır. Ona görə bu akkauntdan live gəldim. Umarım ki, bu da bağlanmasın live. Biraz səbr eləyək, görək dostlardan gələn olursa gözəl olar. Gələn də olmasa biz sözlərimizi deyək hər halda. Dostlar, bu günləri İran adlanan cəli və yeni siyasi ölkədə bir hərəkətlər gedir. Bu hərəkətlər çox ciddidir. Ən başda biz kimik? Mən türkəm. Mən tanıdığım insanların %99'u türkdür. Mənim millətim, o millət ki mən ona bağlıyam, adı türk millətidir. Biraz belə çox xülasə eləsək, istəsək çıqqılladaq, deyək kiçik bir millətdir, Azərbaycan türk millətidir. Daha biraz da qıssasaq, deyək Güney Azərbaycan türk millətindənəm. Bəs mənim kimliğim bəllidir. Mənim düşmənim kimdir? Mən indi özümü tərif eləyəndə ki, mən Güney Azərbaycan türk millətindənəm. Əvvəl özümü bilirəm ki, varam. Mən insanam. Həm də bilirəm ki, cinsiyyətim nədir, erkəyəm. Bilirəm ki, haralıyam, toprağımı bilirəm, millətimi də bilirəm. Burada tarix də var bunun içində. Bəs mən bunlara aydınlaşmışam. İndi mənim qarşımda bir iddə insanlar var. Ya millətlər var. Onlar ya bizlə dostdular, ya rəqibdilər, ya düşməndilər. Yəni biz bunları bilməliyik. Yəni dünyada millətlər bunları bilməlidirlər. Bir iddə millətlər var, dostdular, ya müttəhiddirlər. Bir iddə millətlər vardılar, rəqibdilər. Bir iddə millətlər var, düşməndilər. Biz türk millətinin dostu kimdir, rəqibi kimdir, düşməni kimdir? Biz bunu bilməliyik. Bizim ən başda gələn məsələ düşməndir. İndi feylən biz isarət bir vəziyyətdə yaşayırıq. Bəs bizim ən başda gələn bir düşmənimiz var və biz indilikdə Güney Azərbaycan türk milləti olaraq isarətdə yaşayırıq. Biz düşmənimiz kimdir? Əvvəl onu tanımalıyıq. Əvvəl özümüzü tanıdıq. Mən kiməm? Mən Güney Azərbaycanlı türk millətindənəm. Ən dedik kiçik sahədə beləsi olur. İndi mən istəyirəm ki, görək bizim düşmənimiz kimdir? İndiki vəziyyətdə bizim ən qəddar, güclü düşmənimiz farslardır. Fars millətidir. Fars dövlətçiliğidir. Mən buradan 3 kitab oxumuşdum. Onları bu günlərə oxuyurduk ki, dostlar bilaq nə getir dünyada və biz onlarda nə etməliyik? Strateji kitabı oxuduq, dedik ki, strateji yan nə mənə, düşmən yan nə mənə, düşmənlə nə cür savaşarlar, düşməni nə cür yıxarlar. Bunları o kitabda oxuduq, aydınlatdıq. Sonra istimar-ı müstəmiriyə görə oxuduq. İndi dostlar, biz düşmənimizi tanırıq. Bizim düşmənimiz, hardan bilirik düşməndir Fars bizlə? Fars milləti bizlə düşməndir. Fars hakimiyyəti bizlə düşməndir. Farsların iradəsi və istəyi bizlə düşmənlikdir. Bir, bizim adımız, dilimiz, tariximiz, heç adımız ana yasada yoxdur. Qanun əsasında yoxdur. Yəni biz qeyri-qanuniyik bu məmləkətdə. Əgər biz qeyri-qanuni olmasaydık, heç olmasa gərək qanuni əsasında deyirlər ki, bu İran deyilən məmləkət ibarətdir, bunlardan toplanıbdır. Türklər, farslar, bəluçlar, ərəblər, rollar, jiləşlər, mazənilər, kürtlər, filanlar. Türklər deyəndə Türkəmən və Qəşqayı da bunların içindədir. Xəlic də bunların içindədir. O birisi də, bu birisi də. Amma Türk, İranda Türklər. Amma biz qeyri-qanuniyik.
Pəs birincisi də buradadır ki, bu qanun əsasında biz qeyri-qanunuyuq. Düşmənlik buradan başlanır. Ən əsas qanun da budur. Ana qanun budur. Qalanların hamısı atın çöpə. Olan heç birisi dəyməz. Külliyə atın. Budur ki, biz burada qeyri-qanuni hesab oluruq. Bizim dilimizlə düşmənlik edirlər. Şəxsiyyəti, milli şəxsiyyətimizdən. Yəni, Ye-Torke deyəndə ha coş deyirlər. O bizim milli şəxsiyyətimizdə bir fərdə, bir insana coş demir. O zaman ki, bir dana uşağı filmidə gətirir ki, tuvaletin fırsasını soxur ağzına. Onda demir ki, Həsən, Hüseyin, Kazım, Qasım. Onda deyir ki, Türk insanı belədir. Yəni, milli təhqir. Biz bu milli təhqirin altındayıq. Düşmənlikdir bu. Çox böyük düşmənlikdir. Düşünməyən adama heç də eləməz. Düşünən adama çox böyük təhqirdir və düşmənliyin əsasıdır. Bizim dilimiz qadağandır. Mədrəsəmiz yoxdur. Farsın var. Bu da düşmənliyin bir tərəfidir. Bizim tariximizi silir, aradan aparır. Bu da bir tərəfidir. İran adında bir torpaq tarix boyu yer kürəsi zamanında İran adında bir torpaq coğrafiya olmayıbdı. İran sözü geçən 150 ildə Nasiruddin Şahın ortalarından bu yüzə düzəlmə bir sözdür. Və Pəhləvi dövründə Kodetadan sonra 1313-də bu yazıya çevrilib, 1304-də icraya. Yəni 1314-dən bu yüzə bu icra olubdu. 1313-də bunlar yazıblar. Məclisə də getməyibdi. Dövlət təsmim tutubdu. Bunu Vizarət Xaricə həm içəridə Vizarət-i Keşvər, o şey ki, onlar istəyirlər, İç Nazirliyi və xaricədə də Vizarət Xaricə tamam dövlətlərə yazıb göndərib. O zaman dövlətlərinə ki, çox da deyildi. 30-dan az dövlət var idi o zaman. Yox, üzr istəyirəm. O zaman birinci savaş olmuşdu. İkinci savaşa qalırdı. Fikirlərim belə olacaqdı zaten. Bəli, o cür idi. Əlbəttə, birinci savaşda 1918-də fikirlərim başlayır. Ya 19-da bu hududlarda qutarır, ya başlanır. Hər halda tarixi danışmırıq. Amma məmləkətlərin sayı 50-dən az idi. O zaman o məmləkətlərə kağız yazırlar və deyirlər ki, filan gündən, filan tarixdən bizim buranın adına İran deyəcəksiniz. Belə bir məmləkət ki, tarixdə yoxdur, coğrafiyada yoxdur və bunu keçən 100 il nəftin pulun gücü ilə və bu framasonların gücü ilə eləyə biliblər. Bunu dünyada bir zehniyyət yaradırlar ki, bir məmləkət var imiş, adı İranmış, ya bir torpaq varmış, adı İranmış. Və biz də buna inanmışıq. Bu da bizim düşmənimizin oyunudur, bizi silmək üçün. Biz türkləri bu bölgədən silmək üçün bu bir düşmənin oyunu idi. İndi bizim düşmənimiz, düşmən güclüdür. Bizim İranda farslar güclüdürlər. Niyə? Baxın, dövlət onların əlindədir, silah onların əlindədir, ordu onların əlindədir, ittilaat onların əlindədir, pastarlar onların əlindədir, maliyyat onların əlindədir, nəft onların əlindədir, qaz onların əlindədir, dadgahlar onların əlindədir, qanun onların əlindədir. İstərsə asarlar, istərlər kəsərlər. Yəni bu sistem onların əlindədir. Düşmən güclüdür. Biz Türk olaraq farsları tək canımıza yıxanmarıq. Çünki əslən güclər bərabər deyil. Deyək ki, onların cəmiyyəti 10 milyondur, bizimki 50 milyon. Amma onların pulu var, bizim yoxumuz. Onların silahı var, bizim yoxumuz. Onların ordusu var, bizim yoxumuz. Onların maliyyatı var, bizim yoxumuz. Onlar təşkilatlıdırlar, sistematikdirlər, biz yox. Onlar 10 milyon da olsalar bizi şikəst verərlər. Çünki biz bu vəziyyətdə deyilik, bərabər deyilik. Mali qaynaq yox, siyasi qaynaq yox, iqtisadi qaynaq yox, ordusal qaynaq yox, əskəri qaynaq yox, silah yox, filan yox, bəhman yox. Və bunların aşında dövlət özü bir sistemdir, bir siyasi təşkilat və sazmandır. Bizim də yox. Biz onu yıxanmarıq tək canımıza. Dostlarımızın hamısı, bir çoxu böyük iştibah elirlər. Mən yazılarını görürəm, deyir ki, biz indi dursaq, ayağa qalxsaq, köməklik eləsək, farslar yıxılsalar, Pəhləvikilər gələcəklər, mücahidlər gələcəklər, bunlar Xumeynidən, Xameneydən də pis olacaqlar, bizi qətlə am eləyəcəklər, bizim dilimiz, tariximiz də filanımız da gedəcək orada.
Bunların əsli teorisi budur ki, biz farslardan qorxuruq və biz bir iradə sahibi deyilik, biz heç iş görənmərik, onlar hər iş qarədirlər, biz heç qarı yox. Bunların iradəsində budur. Bunlar bir qorxunu yaşırlar, bir tarixi yaşırlar zehnilərində. Bilmirlər ki, biz nə məşrutə dövründə bu qədər bizim milli aydınlığımız yox idi. Millət olaraq, Türk milləti olaraq milli kimliyimizi, milli hoviyyətimizi, milli dilimizi, milli heç adımızı bilmirdik. Coğrafiyamızı da belə bilmirdik. Biz millət olaraq məşrutədə türklüğümüzü bilmirdik. Buradandır ki, məşrutədən sonra bizi türklərə düşmən edirlər, Türkiyəyə, Azərbaycana düşmən edirlər. Çünki biz məşrutədə və məşrutədən sonra Rıza Palani dövrəsində, Koditas dövrəsində biz milli hüviyyətimizdən xəbərimiz yoxdur. Xəbərsizik. Biz türklüğümüzdən xəbərsizik o dövrlərdə. Şeyx Məhəmməd Xiyabani bir dövlət qurur Azadistan adında. Biz yenə də türklüğümüzdən, milli kimliyimizdən, elə Şeyx Məhəmməd Xiyabaninin özünün də, bizim də xəbərimiz yoxdur. Hətta pişəvəri belə bu milli kimlikdən acizdir. Necə ki görürük 1319-da fikir edirəm. Rıza Palanini ingilislər gəlirlər, İrandan vururlar, atırlar eşiyə. Yerinə oğlun qoymağa çalışırlar 3 gün və elə həman günlərdə pişəvəri zindandan çıxır. Gedir Tehrana, ruznamə çıxadır farsça. 4 il İran işğal altındadır. O zamanki İran adlı məmləkət işğal altındadır. Ruslar, ingilislər tutublar buranı və pişəvəri bir dana türkcə cümlə yazmır. Ya gəlib dövlət qurmaq istəmir. Niyə? Çünki beyni qorxaq beyindir. Paniranisti beyindir. Panfarsisti beyindir. Sonra gəlir Təbrizə, savaşın axir ili, kandid olur məclisə geçsin. Məclisdə bunun etibarnaməsini farslar ya türklər ya hər kəs, hizblər, kommunisti hizblər təsvib eləmirlər. Yəni məclisdə deyirlər, səni biz nümayəndə qəbul eləmirik. Get Təbrizə. Buradandır ki, bu xoşyümn bir farsların xidməti bizə, farslar bizə xidmət eləyiblər. Çünki fürsət yaradıblar bizə. O fürsəti biz özümüz yaratmamışıq dostlar. O fürsəti farslar yaradıblar. Farslar pişəvərinin səlahiyyətini rədd eləyəndən sonra nümayəndəliğə pişəvəri ki, dünənəcən farsçı İrancı idi, gəlir Təbrizə olur türkçü. Azərbaycancı olur, türkçü də olmur. Və savaşın son ilində, yəni 4 il dövlət qurmayıbdı bu adam. Milli düşüncəsi yox idi. Azərbaycanda da milli düşüncə yox idi. Türklərdə milli düşüncə yox idi. Ki, mən türkəm, türk dövləti lazımdır. Niyə mənim türk dövlətim aradan gedib? Niyə farslar gəlmişsə? Bu düşüncə bizdə yox idi. Gəlibdi, 4 il dözübdi, 4 ildən sonra nümayəndəliyə yazılıb, nümayəndəlikdən rədd olandan sonra gəlib Təbrizə, indi 1 il qalır ki, savaş da qutarıb təqribən, indi bunlar istəyirlər ki, gedələr məmləkətdən, ingilislər filanlar. Bu isə dövlət qura. Təbii ki, bir iş görənməyəcək. O günəcən ki, milli huş yoxdur, amma bunlar gəlirlər, 10 nəfər, 20 nəfər yığışırlar, bir hizbi düzəldirlər. Bu hizbə türkcədə deyirik firqə. Türkcədə firqə deyirik, hizbə ərəbcə sözdür. Firqə düzəldirlər. Bu firqə, özü edirlər ərəbcə sözdür əlbəttə, fikir edirəm. Bu firqə ki deyirlər, bu firqə elam-ı mövcudiyyət edir və dövlət qurur. Dövlət quran gündəndir ki, bizim bir dana milli ruhiyyəmiz qalxır. İnsanlar hər yerdən gəlirlər, hizbə üzv olurlar, dövlətə girirlər, silahlanırlar, savaşa qalxmağa hazırdirlər. Yəni, bizim millətimiz o dövrədə də fəqət dövlət qurulandan sonradır ki, dövlətin sayəsində hamı deyir ki, mənim bir dövlətim var. Dünənəcən dövlət yox idi. Dünənəcən hamı özün gizlədirdi, içindəki ruhun gizlədirdi, içindəki potansiyelin gizlədirdi. Əgər qalxsaydı, əraqa gərək İrana, Farsa sərbaz olaydı, əskər olaydı, ona silah götürəydi, onun yolunda savaş idi. Amma bu günləri nə olubdu? Bu günləri Azərbaycan milləti dövlət qurubdu.
Bu gün 12 Şəhrivərdəki dövlət elan elədilər. 12 Şəhrivərdə dövlət qurdular. Millət silahlanmağa başladı. Neçə günün ərzində köhnə silah da götürsə, bel də götürsə, balta da götürsə silahlandı. Dedi ki, mən bir dövlətim var. Dünənəcən bilmirdi kimə aslansın, kimə yapışsın, lider kimdir, filan kimdir. Bunları bilmirdi. Amma bu günləri dövlət qurulan kimi ordu başlandı düzəlməyə. Tehran özünə gəlincə bizim ordumuz oldu. Dövləti var idi özdə Tehranda. Onların Tehranda dövlətləri var idi, sistemləri var idi, hər şeyləri var idi. Onlar eləyə bilərdilər, əgər eləyə bilsəydilər, gələ bilərdilər. Amma macal vermədi millət. Millət sürət ilə toplandı. Aha, biz dövlətik. Gəldilər silahlanmağa, dövlətin əlində olan silahı farsların padiqanlarda yığdıqları, ordularda yığdıqları silahları aldılar, getirdilər əllərinə. Qədimki silahları orada burada gizlətmişlər, getirdilər əllərinə, müsəlləh oldular. Amma yenə də Pişəvəri və onun dostları, xüsusən dostları, 50 il bunların beyinləri yuyulmuşdu, bunların beyinləri farsı dolmuşdu. Bunlar Farsdan qeyri bir şey bilmirdi. O zaman ki biraz fişar çoxaldı, hamısı təslim oldular. Bir neçə nəfərdən sonra qaldılar, edam oldular. Bir neçə nəfər ki, daha gördülər, rəhbərlikdə qaçdı, qoydular, çıxdılar, getdilər o birisi məmləkətlərə. Bunlardan sonra qalan hamısı, bizim də liderimiz yoxdur, silahlar qoydular yerə. Mücazata fəqət boyun əydilər. Çünki millət dövlət bayrağı altında birləşər. Millətin dövləti olmasa heç də olmaz. 50 il, 60 il, 70 il İsraillə Filistin savaşdı. Filistinlə İsrail savaşdı. Bir metr yerləri yoxdur, orada bayraq qovzasınlar. Cizlində, dalda da, orada, burada, xiyabanda bəzən bir bayraq qovzurdular, ondan əks salırdılar, yayırdılar. Amma o zaman ki bir metr, bir suyun qırağında adına Kərani Baxtəri deyirlər. Yəni, gün batan yerdən suyun qırağının, bir dana çaydı, çayın gün batan tərəfindən bunlara bir cırıq, bir şırıq yer verdilər. Bura oldu adı Filistin. Bayraqlarını qoydular, millət olaraq tanındılar. Millət olaraq. İndi dostlar, İranda farsları iş üstədilər və biz onların yanında zəifuq. Bizim ordumuz yoxdur, bizim silahımız yoxdur, bizim təşkilatımız, yəni siyasi idarə təşkilatımız yoxdur, bizim pulumuz yoxdur, bizim maliyyatımız yoxdur, nəftimiz yoxdur, qazımız yoxdur, tancımız yoxdur, təyyaramız yoxdur, tüpümüz yoxdur, tüfəngimiz yoxdur, gülləmiz yoxdur, döhtürümüz yoxdur, dərmanımız yoxdur. Yəni esadımız yoxdur. Biz tək başına farsları yıxanmarıq dostlar. Necə ki, dedim, Pişəvərinin gəlmağına biz Türk olaraq fürsət yaratmadıq. Fars məclisi fürsəti yaratdı bizə. Əgər farslar o iştibahi eləməsəydilər, Pişəvəri dövlət qurmayacaqdı. Və o fürsət bizə tarixdən yaranmayacaqdı ki, bizim bir milli dövlətimiz qurular. İndi də eyni ona tay. Farslar iştibah eləməsələr, fürsət yaratmasalar, bizim fürsət yaratmaq imkanımız sıfırdır. Farslar radyoda bizi tohin elirlər, televizyonda bizə tohin elirlər. Onlar fürsət yaradırlar. Karikator çəkir Ruznami, İran bizə fürsət yaradır. Biz fürsəti yaratmırıq. Bunun üçün dostlar, baxın, biz farsları yıxanmarıq. Hər kəs deyir ki, biz gərək gözləyək, Azərbaycan özü özünə qalxa, Azərbaycan özü özünə başmağını götürə bilməz. Biz gərək tarixi fürsətlərdən istifadə edirik. O strateji kitabını oxuyanda dedim, o kitabda dünyanın tarixin 2500 il, 3000 il insanların savaş tarixinin stratejisi orada yazılıbdır. O zaman ki düşmənin güclüdür, hətta gücsüz olsa, Amerika 350 milyon cəmiyyət, milyardılar, trilyonlar dolar iqtisad, yüzlər min əskər, 2000 neçə yüz bomba, atom, neçə min təyyara, neçə yüz min tank, neçə yüz gəmisi filanı olan halda və pulu, sərvəti olan halda, maliyyatı, gəliri olan halda, təşkilatlanmış, dünyanın ən təşkilatlanmış milləti olan halda, istir Əraqa ki, onun onda biri də cəmiyyəti yoxdur, silahı da yoxdur, pulu da yoxdur, sərmayəsi də yoxdur, həmlə eləsin. Təhcanına həmlə eləmir. 50 dana dövlətdən hərəsindən bir şey qatır özünə.
Siyasi olarak olsunlar, nizami olarak olsunlar, iktisadi olarak olsunlar, onları qatırı özünə. Çünki deyir, mən tək canıma niyə çıxayım savaşa? Calibdir. Güney Azərbaycanda bir iddə insanlar, tanınmış insanlar, savadlı insanlar, ağıllı insanlar, beyinləri yıxanmış insandılar amma. Bunlar farsların yanında durublar. Yəni əmələn danışıqları, şeyləri fəqət farsların mənfəətinədir. Ad çəkmirəm çünki istəmirəm heç kəsi müttəhəm edeyim. Amma bunların yazıları, danışıqları farsların yanında durmaqdır. Deyir ki, biz indi çıxmayaq eşiyə çünki pəhləviçi elə olar, pəhləviçi gələr. Mücahid gələr, onlar bunlardan da pisdilər. Ha zaman çıxaq eşiyə dostum, sən bizə deyəcəksən ki, ha zaman. Fürsəti biz yaradacaq. Hangi fürsəti yarada biləcəksən? Sənin əlində hangi fürsəti yaratmaq imkanı var? Hangi fürsəti yaratmaq imkanın var ki, deyəsə mən fürsəti yaradacağam ki, farsları yıxam. İmkansızdır bu. Bizdə bu fürsət yoxdur. Bu imkan yoxdur. Pulumuz yoxdur, silahımız yoxdur, maliyyatımız yoxdur, amuzaj pərvəriş əlimizdə deyil, radio, televizyon əlimizdə deyil, ruznamələr əlimizdə deyil, ordu əlimizdə deyil, silah əlimizdə deyil, tank əlimizdə deyil, top əlimizdə deyil, güllə əlimizdə deyil, fabrikalar əlimizdə deyil, etisab eləmək də əlimizdə deyil, hətta bizi etisab eləyətdirə bilmərik millətimizi. Yəni biz milləti etisab çağıramırıq, gəlin xiyabanda etiraz edin. Niyə? Çünki bizim bir iddə dostlarımız ki, beyinləri farslığa yıxanıbdı, yuyulubdu beyinləri. Onlar, biz istir millət tərpəşsin, yox ha, pəhləvilər gələrlər Xameneydən pisdir. Mücahidlər, ağa, məgər bizim iradəmiz yoxdur. Ağa, sən danışma da. Sən qorxursan tutulasan, danışma. Mozicirlik eləmə. Get musafirətə. Yox ol aradan. Get yat bir yerdə. Amma danışma, mozecicilik eləmə, qoy millət qalxsın ayağa. Millət bilir ki, mən tək canıma farsları yıxanmaram. Tüm güclər siyasi, iqtisadi, nizami, hər sahədə güclər farsların əlindədir. Mən əgər istəyəm yıxam, əvvəlcə farsların özləri öz içlərində bölünələr, bir-birlərinin canına düşərlər. Ki, indi düşüblər. Ondan sonra bunun əleyhinə farslardan əlavə olan bəluçlar düşsünlər, ələblər düşsünlər, Kürtlər düşsünlər, Lorlar düşsünlər, Bəxtiyarilər düşsünlər, Mazənilər düşsünlər, Çiləşlər düşsünlər, Talişlər düşsünlər. Ondan sonra da mən də düşüm. Tamam, bunların hamısı düşübdür. Nədən indi biz düşmürük? İndi İran tarixinin ən zəif mərhələsindədir. Bu ikinci dəfə ya üçüncü dəfədir ki, İran bu qədər zəifdir hakimiyyət. Birinci Musavi, Mir Hüseyin Musavinin prezidentlik məsələsində idi. İkincisi də bu gündür. Onda da ən zəif məsələdə idi, vəziyyətdə idi. Biz istifadə eləmədik. Adamlar gəlir, yox, Mir Hüseyin Musavi türk deyil. Bizim türk məsələmiz yoxdur ki, əlan. Əlan hakimiyyət yıxılsın məsələmizdir. Əlan hər nə cür olur, bu dövlət yıxılsın, bunun yerinə biz ayaq üstə qalxaq. Sən nə cür ayaq üstə qalxsın? Mən yoğurt deyiləm ki. Mən süd deyiləm, qatıq çalalar, mənə maya çalalar, mənə eləyələr, məsələn, filan. Yox, biz adamıq. Biz bu günləri radio, televizyonu həmçi şəhərdə alsaq, məsələn, deyək ki, Ərdəbildə aldıq şəhəri əlimizə, radionu aldıq əlimizə, televizyonu aldıq əlimizə, keçəcək bir nəfər oradan deyəcək ki, bura Ərdəbil, Güney Azərbaycan Türk Cumhuriyyəti. Türk Cumhuriyyətini rəsmən elan edirik. Qutardı getdi. İran hər inqilabdan sonra dostlar bizim təcrübəmiz göstərir. Hətta olmasa mənim öz yaşadığım bu 57 il ömrümdə yaşadığım təcrübə göstərir. İnqilabdan sonra, inqilabdan qabaqki rejimin siyasi gücləri, idari gücləri və nizami gücü, əmniyyəti gücü dağılar, aradan gedər. Onların bir də toplanması istəyərlər, toplayarlar, əvvəlcə yenidən bir şey düzələr, adına deyirlər inqilabı da. Bir neçə ay bu sürər ki, bunlar bunu eləyə bilərlər, düzəldərlər.
Elə həman zaman bizə də getir, onlara da getir. Biz burada yatmırıq ki, yataq. Hə, farslar ordu düzəsinlər, ittilaat düzəsinlər, biz yataq. Biz məşrutədə, Şeyx Məhəmməd Xiyabanidə və Pişəvəri dövründə pan-İranist idik. Pan-Fars idik. Azərbaycancı və türkçü agahlığımız, bilincimiz sıfır həddində idi. İndi isə bizim millətimizin milyonlar türkçüsü var. Milyonlar türkü var. Milyonlar indi ələn bizim millətimizin milyonlar adam var ki, deyir haray haray mən türkəm. Milyonlar adam var ki, deyir türk dilində mədrəsə. Milyonlar adam var ki, traktorçudur. Traktorçular dostlar, o adamlardılar ki, üst-üstə istəmirlər siyasi görünsünlər. Amma onlar siyasidirlər. Onlar əmələn qışqırırlar ki, ey Azərbaycanın çıxarları, ağılları, huşluları, siyasiləri çıxın ortaya bir qrup qurun, bizi təşkilatdırın, bizim əlimizə silah verin, savaşaq. O şuarın verir, çağırsan mən gələrəm, Azərbaycan çağırsan mən gələrəm meydana. O silahın, o şuarın verir. Sən ona silah verənmirsən. Və sən qorxursan ki, mən ərteş düzəldənmərəm, farslar gələrlər, bizi alarlar, qətlam elərlər. Niyə? Onların da fürsəti var, ordu düzəldərlər, sənin də fürsətin var. İndi deyək ki, bu günləri inqilab oldu, rejim getdi. Paslarlar dağılacaqlar və qaçacaqlar. Və gələn hökumət hər nə olur olsun, Fars olur olsun, Bəluç olur olsun, Farslardan deyək, Pəhləvi olur olsun, Mücahid olur olsun, paslarları iş üstü saxlamayacaq, qətliam eləyəcək. İdarələrdə təsviyə olacaq, yəni bu idarəni qəbul eləməyəcək, çünki burada həmişə xiyanət ehtimalları var. Bir iddia insanları da ki, baş biləndirlər, onları da edam eləyəcəklər. Bu inqilabın adətidir, mütəəssifanə. Tazaşdan bunlar istəyərlər özlərinə bir ordu düzələr, bir əmniyyət düzəldərlər falan. Eyni elə həman macəra bizə də vardı. Biz də eləyə bildik ki, bu günləri ki, qalxdıq ayağa. Yəni inqilabda biz bunu gördük. Komitə düzəltmişlər Azərbaycanlılar, şəriət mədarçılar. Amma mütəəssifanə hamı İrancı idi. Hətta şəriət mədarın hizbinin adı Xalq-ı Müsəlman İran idi. Hizb-i Xalq-ı Müsəlman İran. Yəni elə bir ki, o birislər hamı orada qeyri-müsəlmandır, biri də müsəlman gəlib buraya üzv olacaqdır. Amma İranlı, Azərbaycanlı yox, türk yox. İndi bizim onlar hizbimiz var içəridə eşikdə, birinin adında İran sözü tapılmaz. Bu aydınlıq belə Pişəvəri dövrəsində yox idi. Bu aydınlıq Pişəvərinin bir il dövlətinin dövrəsində belə yox idi. İndi biz düşmənimizi tanırıq, özümüzdə bilirik ki, aydınlaşıb bizim millətimiz türklüğün bilir, vətənin bilir, torpağın bilir, düşmənin fars bilir, dilin bilir, dilin oxumağın bilir, tarixin oxumağın istir, öz ənələrinə, adətlərinə, rəsmuna, rusumuna qeytmağı istir, özün müstəqil olmağı istir, İrandan qopmağı istir. Bunlar bir də şeyləri biz fəqət görəcəyik. Qəral deyil bunları farslar tərif eləyən kimi tərif eləyək. Biz görəcəyik, bizim millətimiz bunu istiqlal istir. Pişəvəri dövründə mütəəssifanə Pişəvəri iştibah elədi. Ordu da qurmuşdu, eləyə bilərdi ondan qala savaşa, ölünəcək. Və Azərbaycan alınmazdı, imkansız idi. Amma indi bizim millətimiz, bu günləri biz dostlar, farslar özləri öz içlərində bölünüblər, düşüblər bir-birinin canına. Tamam fars şəhərlərində İsfahandan tutmuş, Şirazdan tutmuş, Qumdan tutmuş, Tehrandan tutmuş, Kərəstə tutmuş, Simnanda, Yazda, hər yerdə rahpeymalıqlar var. İran dövlətinin ordularının hamısı, onlar ki yaşlıdılar ki, onları da çağırsın orduya, 800 min nəfərdir. İranda 1250 dana şəhər var. 1254 dana. Hər bu 800 min nəfər deyirəm qocaları da. İdarə. Baxın, ordunun adamları iki yerə bölünər. Bir idari, lojistik, bir də əməliyyatı. İdarələr olardılar ki, saxtumanlarda qalacaqlar, işləyəcəklər, bəzi işlər. Əməliyyatlar olardılar ki, tüfəngəllərini gedəcəklər, savaşacaqlar. Əməliyyatlar fikrin ki, 500 min nəfərdir. 500 min nəfəri bölün 1200 şəhərə. 1254 şəhərə. Hərəsində 400-dən də az gəlir. İcazə buyurun, mən burada bölüm ta o dəqiq amar gəlsin əlimizə. Deyək ki,
Fərz buyurun ki, tamam şəhərlərdə ayağa qalxsalar, 500.000 dana İranın əməliyyatı ordusu olsa, onu bölsək 1254 şəhərə, hər şəhərə 398 nəfər adam yetişər. Yetişsin 500 nəfər. 500 nəfər Kəleybəri idarə eləyə bilməz, Əhəri idarə eləyə bilməz, Xoyu idarə eləyə bilməz, Qoşaçayı idarə eləyə bilməz. Harda qala Tərbizi, Ərdəbili? İndi tamam millətləri İranda qalxıblar ayağa. Farslar özləri də qalxıblar ayağa. İran tarixində bu ikinci, keçən 40 ilin mənim zehnimdə qalan, bəlkə də çox ola bilər, amma mənim zehnimdə qalan ikinci kərədir, ikinci dəfədir ki, İran dövləti çox zəif bir vəziyyətə düşübdür. Biri Mir Hüseyn Musəvinin riyasət cumhuri məsələsi idi, biri də indidir. Bizim məsələmiz hicab deyil zaten. Azərbaycanın məsələsi hicab deyil. Hicab Azərbaycanın məsələsinin içindədir. Biz əslən hicab məsələsinə etiqadımız yoxdur. İnsanların haqqı var, istədikləri kimi giyinərlər, bəzənərlər. Erkək olsun, dişi olsun, xanım olsun, ağ olsun, fərq eləməz. Hər kəsin haqqı var. İstədiyi kimi geyinsin, istədiyi kimi bəzənsin, istədiyi kimi geçsin, istədiyi kimi gəlsin, istədiyi kimi yesin, istədiyi kimi dolansın, istədiyi kimi ləzzət aparsın. Bizim haqqımız yoxdur. İnsanlara deyək ki, sən filan cürə geyin ya geyinmə. Sən başını filan cürə vur, vurma. Sən qaşını al, alma. Nə kişiyə, nə xanıma deyəm. Bunu demək haqqımız yoxdur. Mən özüm qaşımın, gözümün, başımın, tükümün, ağzımın, dodağımın, sinəmin, başımın, qəddimin, oramın, hər şeyimin sahibi mənəm. Heç kəs mənə deyə bilməz ki, sən tükü buradan qaşı al, alma. Sən buradan başı uzat, uzatma. Sən bu paltarı giy, giymə. Zaten Azərbaycanın hicab adında bir məsələ tarixdə olmayıb. Çünki əslən hicab bizim deyil. Və hicab İslamdakı hicabda fəqət giyimdir, giyim. İslamdakı hicab da giyimdir dostlar, giyinmək, paltar. Nə qərə giyinməkdir, nə çadıra giyinməkdir. Əslən bizim tarixdə türklərin çadırası olmayıbdır. Tarix boyu türklər, müsəlman belə türklərin tarix boyu çadırası olmayıbdır. Biz Azərbaycan məsələsini həll eləsək və bu günləri farslara, lorlara, ciyləşlərə, mazənlərə, kürdlərə, ərəblərə, bəluçlara, lorlara, bəxtiyarilərə, hər kəsə köməklik eləyək bu rejim yıxılsın. Yıxılan kimi o da qalxacaq ayağa dövlətin qura, sən də. Sən də qalxacaqsan, biz də qalxacaq. Yəni biz də qalxacaq ayağa, deyəcək ki, tamam, dostlar, məsələn, radio, televizyonu keçirdəcək əlimizə, bura Təbriz Güney Azərbaycan, bura Zəncan Güney Azərbaycan Türk Cumhuriyyəti, bura Ərdəbil Güney, hər yerdə tutduq. Birinci yerdə bunu desək, ondan sonra millət çıxın ayağa, dövlətimizi qurmalıyıq, əmniyyəti getirdin əlinizə, tamam xiyabanlarda əmniyyəti siz saxlayacaqsınız, silahlanın, burada qalın xiyabanlarda. Ondan sonra da nəhayəti budur. Biz də silahlanırıq, onlar da, biz də təşkilatlanırıq, onlar da. Yəni biz burada qatıq deyilik ki. Biri bizi çala, biri maya bura, biz gələk yetişək, onlar yetişələr, biz yetişməyək. Niyə? Farslar bizdən ağıllıdırlar, farslar bizdən huşludular, farslar bizdən çox təşkilatlıdırlar. Yox. Belə bir şey, bu belə zehniyyəti bilmirəm kim bizim zehnimizə soxubdu, amma biz buna brainwash olmuşuq ki, biz zəif millətik. O biz duracağıq, onlar gələcəklər, bizə idarə edir. Niyə? Biz özümüz qura bilməyəcəyik. Biz əgər şəriət mədarı hərəkatında millətçi olsaydıq, türkçü millətçi olsaydıq, təbii ki, onun əvəzinə ki, 50 dana şeyimiz olsun, nə deyərlər, o zaman komitə deyirdilər adına. O zaman 50 dana komitəmiz olsun, bəlkə 1000 dana komitəmiz olardı. Hər şəhərdə, hər məhəllədə komitəmiz olardı. Hamını silahlandırardıq millət Azərbaycan adına. Türk milləti, Azərbaycan Türk milləti adına. Bizim kürdlərdən bizi qorxudurlar dostlar. Bunların bir qorxutmaqda budur ki, kürdlər gələr bizə, kürdlər silahlıdırlar. Əvvələn, kürd deyəndə dostlar, kürd bir millətdir. Kürdün içində bir neçə yüz nəfər terrorist var. Və Türkiyə bu terroristlərin nəslini qırmaqdadır. Nəslin qırmaqdadır bunlar.
Və Kürt milləti bizim torpaqlarımızda 1 metr ala bilməz. 1 metr ala bilməz. Düşməni çox da keçətməyək ki, onun əsləhəsi var, məsələn, nə olubdur? 1 metr yer ala bilibdir. Kürdlər getdilər Əraqda, referendum elədilər, istədi dövlət quralar da, Əraqdan ayrılırlar, bir Kürdistan, müstəqil bir Kürdistan qoyarlar. Türkiyə getdi, vurdu, dağıtmadı. Türkiyə icazə verər ki, Azərbaycan toprağından 1 metr işğal eləsin Kürdlər. Və biz ölməmişik ki, elə həman gün ki istiqlalı elan elədik, həman gün Azərbaycan Cumhuriyyətindən, Türkiyə Cumhuriyyətindən və o birisi Türk Cumhuriyyətlərindən ki, keçən günlərdə Astanada konferanslar vardı, deyəcək ki, əvvələn bizi rəsmiyyəti tanıyın, ikinci ordularımız gəlsin, bura idarə sistemimiz gəlsin, bura bizə köməklik eləsin, biz dövlətimizi quraq. Biz modern dövlət qurmaq üçün İran dövlətinin sisteminə, düşüncəsinə ehtiyacımız yoxdur, idarəsinə ehtiyacımız yoxdur, ordusuna, əmniyyətinə ehtiyacımız yoxdur. Bizim modern, Türkiyə kimi modern bir məmləkətə ehtiyacımız var, Azərbaycan kimi bir modern məmləkətə ehtiyacımız var ki, ülgüsü ola, idarə sistemi bilir nə cürdür, düzəldibdir. Azərbaycan 30 ildə Azərbaycan olub. Tamam bu sistemi keçibdir. İstimar sistemindən keçibdir, müstəmrəlikdən keçibdir, müstəqil bir məmləkətə. Biz onun təcrübəsindən istifadə eləsək, yüzlər min nəfər oradan bizə göndərərlər, gedin suyu, bərqi, idarə, şəhri idarə eləyin, maliyyatı nəcür toplayın, dövləti nəcür qurun, ordunu nəcür düzəldin, təlimat nəcür olsun, silah hardan gəlsin, filan hardan gəlsin. Yəni dostlar, mən bilmirəm, bizim bu milli fəal adına çalışan yazarlarımız nədən bu milləti qoymurlar hərəkət eləyir? Ağa, sən qorxursan səni tutalar, danışma, himayət eləmə. Millət çıxdı xiyabana, haray-haray mən Türkəm, milli hökumət, ədalət, azadlıq, ədalət, milli hökumət dedi və siz onları qoymadınız zahpiyamalıq eləyə. Siz qoymadınız qatışa, Farslar o tərəfdən, Türklər bu tərəfdən, Ərəblər o tərəfdən, Bəluçlar bu tərəfdən, Türkmənlər bu tərəfdən, Qəşqaylar bu tərəfdən, Lorlar bu tərəfdən, Ciyləşlər bu tərəfdən, Mazənlər bu tərəfdən, Talişlər bu tərəfdən, Farslar özləri içlərindən bunu qoymadınız bu qazanı biz aşıraq. O zaman ki qeynir indi bu aşırmaq vaxtidir. Bir təpik vuracaqsan bu kolle İran dağılacaqdır. Nədən bizim uşaqlarımız, bir də dostlarımız tormuz olublar milli hərəkətə? Mən Günoz TV-də onlar dəfə bunu demişəm. Mənim sinnimdə olan insanlar və məndən yaşlılar. Məndən bir 10 yaşda kiçiklər hətta. Yəni mənim 57 yaşım var, məsələn 40 yaşdan yuxarı deyək. Bunlar milli hərəkətin tormuzudular. Bunlar milli hərəkətin maneyidirlər. Bunların beyinləri İrancı, panfars və qorxaq beyindir. Bunlar qoymazlar bizim millət qalxsın ayağa. Ərdəbildə cıqqılı qızlar 12 yaşında, 13 yaşında qalxıb ayağa mərcbər diktator deyə bilir. Amma bizimki deyir ki, ağa niyə farsça deyir mərcbər diktator? Türkçə desin mərcbər diktator. Yəni bunun məsələsi budur. Niyə şuar farscadır? Niyə dedi zən azadi? Yəni nə mənə? Niyə deməsin zən azadi? Sən bu şuara sahib niyə çıxmırsan? Sən niyə millətin zehnində olan məsələni istəyirsən alasın əlindən? Niyə məsələn bu deməsin zən, məsələn, nan məskən azadi, zən məskən azadi, niyə deməsin? Niyə deməsin? Bunu sən mənə deyəcəksən ki, bunu desə məsələn Kürdlərə nə olar? Kürdlər gələrlər Azərbaycanı alarlar, biz Kürdlərə tərəfdar çıxarıq, biz Kürdlərin nökəri olarıq. Ya biz desək mərcbər diktator, biz mərcbər Xameneyi, biz fars olduq. Ya dünya bizim səsimizi eşitdi. Nədən qoymursunuz bizim səsimiz eşidilsin? Nədən qoymursunuz bu millət ki 100 ildir müstəmirədir, bunların səsi çıxsın? Qorxudursunuz bu milləti. Bu millətin cəsarətini əlindən alırsınız. Ərdəbildə cıqqılı uşaqlar çıxıblar, dövlət aparıb bunları şuar versin. Bunlar orada etiraz ediblər. Bir dana xanım qız gedib mikrofonu alıb mərcbər diktator, mərcbər diktator, mərcbər Xameneyi, tamam qızlar da deyiblər. Polis gəlib onları aparıbdı. Yekə-yekə saqqallı qılıncı götürürdü Aşura Məhərrəmdə özün başına vuran insanlar hamısı sakitdilər. O şairlər, o yazarlar hamısı sakitdilər. Hətta milli adına çalışanlar. Fəal milli deyənlər, milli hərəkət yazarıyam, milli hərəkət düşünürəm deyən hamısı sakitdir. O qız can cəsarətiz olsun.
Biz bu günləri dünyaya göstərməliyik ki, biz İrandan narazıyıq. Ələn bu dostlar ki, bizi milləti hərəkətə çağırıblar, bizi qoyublar farsların yanına. Farsların da hangisinin yanına? Onlar ki, hakimiyyəti saxlamaq istəyir, biz onların yanındayıq. Ələn bu milli hərəkətdə çalışanların bir çoxu yazarlar, düşünürlər, filsuflar Azərbaycan millətin xamladıblar. Gəlin durmayın, pişiyin mov əsər, çıxmıçılı yer əsər. Sən burada otur, birdən çıxarsan eşiyə, hökumət yıxılar. Bunların bəziləri pul alırlar İran dövlətindən. Ayda 5-10 milyon alırlar. Onu hamımız bilirik. Dövlətin məmurudular. Amma nə olub onlar ki, müstəqil adamdılar. Bu müstəqillərə nə gəlibdir? Bu müstəqil yazarlara, düşünürlərə nə gəlibdir ki, bunlar da gediblər o pul alan xainlərə tay, bunlar da deyirlər, çıxma eşiyə, millət Azərbaycan çıxmasın eşiyə, çıxsa farsları gələrlər hökumətə. Biz duraq İran dövlətinin yanında, baxın, biz İran dövlətinin yanında durmağa təşviq edirlər. Bir var ki, biz İran dövləti indi hamı tökülüb üstünə, biz də bir təpik vuraq yıxılsın. Bir də var ki, biz duraq qıraqda, İran dövləti biz ona bir təpik vura bilərdik, o təpiyi vurmayaq. Nə olacaq? O bizə durub sabahları qədridanlıq eləyəcəkdi. Buracan dostlar dəfələrcə təhlillərində yazıblar ki, biz indi şey eləmədik, qotuşmadıq Mir Hüseyn Musəviyə, İranı yıxmadıq, islah tələblər və o birislər islah tələblər bildilər ki, biz nə yox, bizim şeyimizi, haqqaniyyətimizi qəbul elədilər. O birisi millətlər də gördülər ki, biz şeyin yanındayıq, İranın yanındayıq, hakimiyyətin yanındayıq. Heç olmasa usulgələrlər bizdən himayət eləyəcəklər, bizim dilimizi rəsmiyyətə tanıyacaqlar. Sən Farsdan belə intizarın olsa, vaqən düşünməyə mən heyranım. İmkansızdır. Fars gələ bizdən himayət eləyir. Amma bu dostlar ki, bizi deyirlər, oturun içəriyə, çıxmayın, mücahid gələcəkdir, şah gələcəkdir filan. Bunlar bizə deyirlər ki, ələn bu istimar dövləti hakimdir. Biz bunun əleyhinə qalxsaq yıxılar, bizə zərər eləyirlər. Biz icazə verin, qalaq bu hakimiyyətin yanında, biz bunu yıxmağa köməklik eləməyək. Bunların fəlsəfəsi budur, dostlar. Bunların, dostlarımızın, mən dost bilmirəm bunları. Bunlar düşməndirlər Azərbaycana. Amma bunların şəxsi olaraq dostluğa, amma düşüncə olaraq. Bunlar düşmənin mərzindədirlər. Düşmənin yanında və düşmən hakimiyyətdir, fars hakimiyyəti. Faşizminin yanındadılar. Onlar deyirlər ki, bu faşizm yıxılmasın. Bu faşizm yıxılsa nə olar? Bu sualı soruşaq da. Ağa, Cənab-ı X, bu faşizm dövlət yıxılsa nə olar? Biz dövlətimizi qura bilmərik, farslar dövlət qura bilərlər. Amerika, Avropa niyə gətirsin farsları iş üstə, səni iş üstə gətirməsin? Niyə biz Türkiyədən, Azərbaycandan himayəti, nizami, iqtisadi, siyasi ala bilməyək? Əgər qərarlı onlar Amerikadan, İngilistandan alalar. Yəni, sizin təhliliniz budur ki, Amerika farsları gətirir iş üstə, bizi gətirməz. Tamam, qəbul. Nədən biz Türkiyədən istəməyək ki, bizə köməklik eləsin? Nədən Azərbaycan və Türk Cumhuriyyətlərindən istifadə edir? Nədən ərəblərdən istifadə eləməyək, xahiş eləməyək ki, əlimizdən köməklik eləyin? Ərəb dövlətlər. Nədən? Nədən biz girməyək xiyabana, etiraz eləməyək, savaşmayaq, milləti xiyabana çəkməyək? Ağa, risk lazımdır. Bizim bu insanlarımızın ki, indi biri də yazarlar, dedim tormuzdular bunlar, milli hərəkətə tormuzdular. Azərbaycanın istiqlalının tormuzudular. Bunlar qoymurlar istiqlala tərəf bu maşın hərəkət eləsin. Bu milləti qoymurlar istiqlala tərəf. Bunlar farsların yanındadılar. Farsın xidmətindədirlər. İranın milli mənafinin xidmətindədir. Bunlar Azərbaycanla müxalifdirlər. Azərbaycan dili ilə, tarixi ilə müxalifdirlər. Bunlar Azərbaycan dilinin rəsmi olmağı bunlara şeydir. Bunlar sübhə-i itminandılar. Bunlar ayrı zamanlar ana dilindən danışacaqlar, bir rəsmi olmağından danışacaqlar, mədrəsədə oxunsun bunları deyir. Amma o gün ki, millət ayağa çıxa bilər, onda gələcəklər ayrı şeydən, qorxudacaqlar. Yox, İran rejimi yıxılsa, mollaların rejimi yıxılsa, pan-İranist rejimdir, ha molla rejimi deyil, pan-İranist mollalar rejimidir. Faşist mollalar rejimidir. Faşist, fars, pan-İranist mollalar rejimidir. Yəni, qəşək dana-dana tərif edirəm. Faşist mollalar, pan-İranist rejimdir. Əlbəttə, tək molla deyil burada. Mollalar da pan-farsların əlində, faşistlərin əlində oyuncaqdırlar, oynadırlar. Qolsaqdırlar, oyuncaqdırlar. Biz
Necə Amerikalılar, İngilislər şeyi gətirəcəklər, farsları gətirəcəklər, mücahidləri gətirəcəklər, pəhləvini gətirəcəklər. Yaxşı, ordusu yoxdur, ordu dağıldı. Pastorlar dağılacaq, ittilaat dağılacaq, bəhsis dağılacaq. İndidən öldürürlər. İndidən öldürür millət bunları. Mən bunu 20 il bundan qabaq zindanda olanda yazmışam. Qətliam düşəcək dostlar, qətliam. Mollalar, idarədə işləyənlər, sipah və bəsis, bunlar qətliam olacaqlar. Mənim xoşum gəlməyə. Mən təcrübəmi deyirəm. Mən inqilabda gözümlə gördüm 57-də. Getdilər, Təbrizdə Höhmavarın bir qisməti var, adına deyirlər ki, mənim məhəlləmiz də oradır, mən Məntəşdə olurdum, mən orada olurduq. Bahar, Hüseyniyyə küçəsində, Bahar tərəfindən Hüseyniyyədə, Qaraqaş tərəfindən Məntəşdə olurduq. Orada bir xiyaban oyuzduq, indi açıblar, Azadi xiyabanı fikirəm, o şeydən gəlir, nədir, Furudqahdan gəlir, gedir Nisviraha, o xiyabanın qırağında bir ev var idi. Orada Cəmal Pasvan adlı bir adam otururdu. Cavan oğlan idi, taza polis idarəsindən o dövrə görmüşdü, 2 il dövrə görmüşdü, olmuşdu, polis gəlmişdi. Bahar kələntərisində işlirdi, bahar ağzında bir kələntəri var idi. Orada işlirdi. Bu adamı mən gözümlə gördüm, evindən arvad uşağının yadıma gəlir, iki qızı var idi, cavan bir xanım idi, cavan oğlan idi. Məsələn 26-27 yaşı var idi bu Cəmal Pasvanın. Qızlarının da 3-4 yaşı var idi. Xanımının da olsun 23-24 yaşı var idi. Olmazdı 24. Gözümlə gördüm. Latlar, lütlər töküldülər, onu evindən çıxartdılar. Gördüm ki, öldürəcəklər, mən getmədim, uşağı idim. Fəqət amma bunu düşündüm ki, öldürəcəklər. Sonra bunu bağlamışdılar vanetə, qışların, çəkmişdilər, aradan cırmışdılar. İndi biz görürük, mən bu günləri bu danışıqdan biraz öncə gördüm ki, Qum şəhərində bir dana adam, indi ya bəsicimiş, ya libas şəxsiymiş, ya hər kəsiymiş, çox biraz o yüz eləyibdir, tutublar, yıxıblar, bunun alətin bıçağından kəsiblər. Bir dana erkək oğlanın filan şeyini kəsiblər. Adamları xiyabanda öldürürlər. Bunlar öləcəklər. Yəni, heç bir hökumət gəlibdir, paslarları yenidən işə gətirməz. Pəhləvisi də gəlsə aradan aparacaqdır, mücahidi də gəlsə aradan aparacaqdır. İttifaqən mücahidlər gəlsələr bir dana paslar qoymazlar dil qalsın. Bir dana bəsici qoymazlar dil qalsın. Çünki bunlara çox böyük zərbələr vurublar, bu iki niru. Ərteş də oyuna qotuşmamalıdır. Qoşulsa, bu savaşlara qoşulsa, şəhərlərə girsə, ərteşin də başına bu oyun gələcək. Heç bir Fars dövləti, indi də Amerikalılar istəyirlər gələr bura. Amerikalılar gəlib burada dövlət qura bilməzlər. Buranı yığmaq bir neçə ay çəkər. Neçə ay çəkər. İran böyük məmləkətdir. 80 milyon cəmiyyəti var. Çox böyük bir yerdir. Burada eləmək olmaz dövləti. Məsələn, gələrlər bura deyirlər, biz 10 gündə burada dövlət quracaq. Kimdir? Biz nə yox? Biz türklər. Yəni, tamam iradə Farslardadır və Amerikadadır və İngilistandadır və bizim millət olaraq, türk milləti olaraq iradəmiz yoxdur. Bizim yanımızda Türk dövləti var. Suriye'de Türklərə nəcat verdi. Əraqda Türklərə nəcat verdi. Kürtləri əzlik etdi. Kürt teröristləri. Nə Türkləri? Kürtləri. Kürt teröristləri əzlik etdi. Və biz onun qulağını dibində. Əlan hər teröristi ki Türkiye öldürür, bizim düşmənimizi öldürür. Heç Kürt Azərbaycanın bir metr torpağına girə bilməz. Çünki əslən iddiası eləyə bilməz. İndi baxmayın bu ifrati uşaqlara ötürün. Hizbilər belə bunu qorxurlar ki, bax biz deyərik ki, Saqqızda bizim şeyimiz var, filan yerdə bizim şeyimiz var. Onlar Azərbaycan gələr, Türkiyə gələr orada bizi bombaran edir. Yəni, bu qədər də özümüzü, amma bu adamlar ki, Azərbaycan adına, millətçi adına, yazar adına, aydın adına, filsuf adına, qələmçi adına Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Tehranda yazı yazırlar və milləti qoymurlar çıxaq xiyaba, bunlar xiyanət edirlər. Bunlar bizə deyirlər ki, ağa, siz qalxsaq əgər Farslar yıxışar, Fars dövləti yıxışar, o yıxılmasın. Əslində bizə deyirlər, ağa, siz indi çıxsaq xiyabana köməklik elərsiniz, Farslar yıxılar, çıxmayın xiyabana, onlar yıxılmasın. Ya bunlar siyasəti bilmirlər, ya dövlətçiliği bilmirlər, ya inqilabı bilmirlər, ya stratejini bilmirlər. Bunların strateji nə mənədir? Ədəmi risk. Çıxarıq eşkiyə tutulduq.
Bizim 50 dana tanıyanımız vardı. Bunlar yəni beləsi deyirlər, qulaq asıram sözlərinə. Bizim deyir 50 dana, 100 dana, 1000 dana, 10.000 dana tanınmış yazarımız var. Bunlar da çıxarıq tutularlar, həzinədir bizə. Tamam, indi həzinə verməyəcək. Bunlar nə zaman həzinə verəcəklər? Bir milləti qurmaq üçün insanlar şəhid olurlar. Dövləti saxlamaq üçün minlər insan şəhid olur. Necə bir şey, mən məsələn qorxuram zindana gedəm. Mən tutarlar salarlar zindana. Əgər ittifaqən indi qalxsaydıq ayağa, millətimiz 40 milyonun tökə bilsəydik xiyabana, 10 milyonun, 1 milyonun tökə bilsəydik xiyabana, dövləti getirmişik əlimizə. Radyo, televizyon Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində almışdıq əlimizə. Dövlətimizə elan eləmişdik. İran dövləti orada savaşdı, biz burada dövlətimizə elan eləyək. Biz burada Türkiyədən, Azərbaycandan və Türkmenistandan o birisi məmləkətlərin deyək, silah göndərin bizə, idarə sistem göndərin, gəlin əmniyyəti sistemi qurun falan, bəhmə bizə köməklik eləyin, bizi rəsmiyyəti tanıyın, biz bir dövlət olaraq istirik, rəsmiyyəti bizi tanıyır. Yəni, mən bilmirəm bizim dostlarımız nə cür düşünürlər. Mütəəssifanə bunların yazıları çoxdur, bunların yazıları çox yayılır və millətimizə də təsiri var. Çünki millət bunların ağzına baxır, bizim ağzımıza baxır. Əgər biz dinənmirik, yazılarımız içəridə getmir. Çünki biz indi 10 gündə, 15 gündə İrana yazımız getmir. Azərbaycanda orada burada bizim yazılarımızı, səsimizi eşidən yoxdur. Onlar içəridədirlər, danışırlar bir-birləri ilə, bu sel kimi yayılır. Biz qatışmayaq, millət də deyir, tamam, bizim böyüklərimiz dedilər, qatışmayaq, bizə qatışmırıq. Adam bir dana yazı yazıbdı. Mən Qarabağ müharibəsində dedim ki, biz Qarabağa da gedib savaşmağa hazırıq. İndi elə istər bir şey olsun, o olubdu, onu özünə bir qanlı dəsmal eləyib götürür. Mən filan zaman bunu qışqırdım, indi də lazım olsa qışqırıram, amma indi səlah görmürəm. Siz nə zaman səlah görəcəksiniz, bu millət müstəqil olsun? Hangi fürsəti yarada biləcəksiniz? Axı, dostum, o adam bunu deyə bilər ki, deyər, mən sabaha fürsət yaradaram. Biz ki, fürsət yaratmamışıq keçən 40 ildə. Tamam fürsətləri farsların iştibahları yaradıb bizə. Və biz o iştibahlardan fayda çox götürməmişik. Lütfən bizim Türk millətinə icazə verin, ayağa qalxsın. Bu günlərdəki fars dövlətçiliği ən zəif nöqtədədir. Və tamam İranda, tamam millətlər onun əleyhinə qalxıblar. Kürdlü, ərəbli, bəluçlu, lorru, ciləşli, mazənli, nə bilim, fars özü ayağa qalxıbdır. Bir təpikdə biz vuraq bunu yıxılmağına. Bizim təpiyimiz bəlkə ən son təpik ola ki, bəhanə ola yıxıla. Deyir ki, fikir eləyin ki, biz bir dana ağır bir şey var, istirik onu qovzuyaq. Bir dana ağaç qoymuşuq onun altına, istirik bunu fişar verək ki, mümkündür 10 nəfər oturaq bir şeylə. Amma mümkündür orada bir dana tıqqılı uşaq var, bir aylıq. Belə onu qoysaq onun üstünə yıxa. Azərbaycan mümkündür o son dəyənək ola ki, bunu yıxa. İcazə verin, Fars dövlətin, millətimiz yıxsın, dövlətin qursun. Bizim millət dövlətin qura bilər. Nə İngilistan, nə Amerika, nə ora, nə bura, nə Pəhləvi, nə Mücahid, nə Kürd bizə müşkül deyil, ola bilməz. Çünki bizim millətimiz inqilabdakı 57-dəki millət deyil ki, fürsəti var idi. Bir il komitə qoydu, amma Azərbaycançılıq eləmədi, türkçülük eləmədi. Bizim millətimiz indi millətçidir, türkçüdür, Azərbaycancıdır. Və indi əgər biz ayağa qalxsaq, bizim millətimiz ayağa qalxsaq, birinci gündən, bizim o zaman hizbimiz yox idi belə, milli hizbimiz yox idi. Bizim indi 20 dana, 15 dana, 20 dana hizbimiz vardı ki, bunlar milli düşünürlər, Azərbaycan düşünürlər, türklük düşünürlər. Yəni bizim millətimiz bugün ayağa qalxsa, bizim siyasi hizblərimiz var. O gün yox idi. Bu böyük değişimdir ki, bizdə iz veribdir bizim millətimizdə. Bizim millətimiz 57 ilə, hətta pişəbəri ilə, hətta ondan qabaq Pəhləvi koditası dövrünə ya məşrutiyyət deyil, fərqli bir millətdir. Ayrılıb, bilir, düşmənin tanır, özün də tanır. Amma bizim bir də insanlarımız var, zindana gediblər, hökm altındadılar, yazardılar, bir-iki dəfə tutulublar, bunlara sipah, ittilaat, bir dana tekst göndərir, bir dana məsaj göndərir, pəyamət göndərir və bunlar sakit olurlar. Və mütəəssifanə dostlar, onlar ki 40 yaşdan yuxarıdılar
Mən özüm də onların içindəyəm. Bunların beyni yıxanmış. Bunlar milli hərəkətə, Azərbaycançılığa, millətçılığa, türkçülüğa, Azərbaycan istiqlalına zərərləri var. Çünki bunlar mühafizəkardılar. Bizim millətimizin mühafizəkar insana ehtiyacı yoxdur indi. Çünki bu mərhələdə fəqət inqilabçı, radikal, savaşçı insanlara ehtiyacımız var ki, dövlətin qura bilsin. Mühafizəkar insanlar indiki durumu qoruyacaq. Biz farslar keçsələr, kürdlər gələr bizi alar, mücahid gələr, şahçı gələr və bunlar onlardan pisdirlər. Mühafizəkar belə olar. İnqilabçı, mən dövlət qura bilirəm. Biz bir millətik. Radionu əlimizə keçirdərik. Elam edərik, millət müsəlləh olun, millət müsəlləh olar. Millət çıxın şəhərləri, xiyabanları səngər bağlayın, millət çıxar səngər elər. Elam edərik, bura Güney Azərbaycan Türk Cumhuriyyəti, Azərbaycan dövləti, Türkiyə dövləti, ordularınız gəlsin, bizdən himayət eləsin. Siyasi gücüz gəlsin, bizdən himayət eləsin. Əmniyyəti gücüz gəlsin, bizdən himayət eləsin. Bizim təşkilatlarımızı yaratsın, idarələrimizi yaratsın, sistemimizi yaratsın və bizi silahlandırsın. Özü də burada silahlı olsun ki, bir mövqeyi Amerika sərbazı, İngilistan sərbazı girsə, Türkiyə sərbazı bizim üçün savaşsın. Niyə farslar girə bilsin? Biz indi bunu dedik. Səhər deyəcəklər ki, İnsafəli deyir, Hidayət deyir ki, biz Türkiyədən istəyək gəlsin bura. Nə cür farslar deyir, İngilistan, Amerika gətirir, biz deyəm yox, Türkiyə gəlsin. Niyə? Niyə deməyək? Fransəni Alman işğal elədi. Fransəlilər getdilər İngilistanda dövlət qurdular. İngilistan dövlətinə dedilər ki, bizə silah ver, pul ver, savaşaq. Savaşdılar, dövlətlərini qurdular yeni də fransəllər. Niyə biz eləməyək? Niyə onlara man deyil, farslara man deyil, bizə man deyil? Bunlar beyni yıxanmış insanların düşüncəsidir. Dostlardan xahiş edəcəyim bu videonu yayın. Mən bunu save eləyəcəyim. Xahiş edirəm bu videonu yayın. Dostların əlinə yetişsin. Mən gecə baxırdım. 200-ə yaxın geçən 10-15 gündə yazı yazmışam. Qısa yazılar yazmışam ki, oxumağı rahat olsun, əlizə gəlməyi, yetişməyi rahat olsun. Mənim nəzərim budur. Bir, gecələr çıxın eşiyə. Çıxdınız eşiyə, üz-üzü, əlizi və üz-üzü bağlayın. Görsənməsin. Dəsmalından üz-üzü bağlayın, şalından bağlayın. Köynəyinizi baxın, bu belə köynəyinizi getirdin başınıza. Görsənməsiniz gözünüz. Qutardı getdi. Yanınızdan bir ağaçdan, çomaqdan, kəsicidən, daşdan, filandan, süpəkdən, şeydən götürün yanınıza. Tirkəman deyirlər o şeydir. Onlardan götürün yanınıza. Dürbünləri sındırın. Şəhərlərdə hər yerdə dürbün var, onları sındırın. Hər yerdə xiyabanlarda dürbün var, onları sındırın. Çünki onlar sizi görür. Rəng atın, qaralsın, görməsin. Hər yerə getdiniz, bu işi görün. Ondan sonra idarələri ələ keçirdəcəksiniz. Əvvəlin yer radyo, televizyon. Radyo, televizyonları ələ keçirdəcəksiniz. Ondan sonra idarələri, ustandarlığı, fərmandarlığı, şəhridarını, şurayı şəhri, sipahi pasdarların mərkəzin, bəsicin mərkəzin, ərz eləyim xidmətçisə, bunları ələ keçirdəcəksiniz. Bu bizim yolumuz olacaq. Tamam kələntəriləri, indi agəhi görürəm yazıblar filan meydanda toplanaq. Dostlar, düşmən gələr orada qoymaz toplanması. Düşmən gələr qoymaz toplanasan. Nə eləməlisən? Gələcəksən, şəhrin hər yerində kələntəriləri xəl silah eləyəcəksən. Libas şəxsləri xəl silah eləyəcəksən. Silahlarını alacaqsan. Polisi 115'li, 118'də hər nə nədir? 110'dur. Bunların hamısını xəl silah eləyəcəksən. Əsləhələrini alacaqsan. Əgər onlar sizi vururlar gülləyinə, siz də onları vuracaqsınız. Rəhm eləməyəcəksən, o sənə rəhm eləmir. Sən eləyə bilməzsən, o rəhm eləmədiği adama rəhm eləyəsən. Əsən bu iştiba fikirdir, fəaliyyət mədəni cami'i təslim əsdir. Cami'i mədəni təslim deyil. Cami'i mədəni çalışır, sülhlə getsin. Əgər tərəf də sülhə tərəf getsə gedəcəksən. Yox, sülhə tərəf getməsə ondan müqabilə eləyəcəksən. O sənə güllə ilə vuracaqsan, bıçaqla vuracaqsan, daşla vuracaqsan.
Cami-i mədəni, cami-i təslim deyil. Əslində biz cami-i mədənidə yaşayırıq. Yəni cami-i mədəni yəni insanlar yaşayan bir toplum. Biz dağdan gəlmirik ki. Biz toplumda yaşayırıq. Bunun adına ərəbcə deyirlər mədəniyə. Mədən, mudun, şəhərlər. Mədinə, şəhər. Biz də şəhərdə yaşayırıq. Şəhərli yox. İndi əgər bizi polislər bunların əkslərini yayacağıq, adların, adreslərini tapacağıq, verəcəyik, bəsici olsun, pastor olsun, libas şəxsi olsun, ərteşi olsun, ittilatı olur, hər nə olsun. Bunların əkslərini salacağıq, yayacağıq. İnsanlarımız görəcəklər. Bunları nə edəcəklər? Tanıyacaqlar. Bunların evlərinin gərək əmniyyəti olmasın. Demirəm ki, evlərini partladaq. Yox, adamlar, onların arvadları, uşaqları məsumdurlar. Amma gedəcəksən, deyəcəksən ki, 24 saat vaxtin var. Çağaz yaz at evinə. 24 saat bu şəhərdən çıxmalısınız. Çıxmasaz evinizi partladacaq. Çünki o bizim evimizi partladır. Şüşələrini sındırır, girir evə güllə bağlır. Gördük qapının başından gülləni vurur evin həyətinə, içinə. Əgər onlar vura bilirlər bizi, biz niyə onları qoyaq məhəlləmizdə sakit yaşasınlar? Çox sağ olun dostlar, təşəkkür edirəm. Videonu yaymaqda lütfən köməklik eləyin. Millətimizə başucalıq, istiqlal arzulayıram. Hamıza can sağlığı, gecəz xeyrə qalsın.